Hoş geldiniz dostlar. Bugünkü dersimizdə biz deməli yeni faceplate quracağıq və bu faceplate bizdə valve'dan deməli bizim pompaya aid olacaq. Yəni graphical dizayn açaq. Deməli bizim əsas sistemini açaq. Və deməli burada biz gəlin iki dəfə açılmışam. Bir dəfə. Ha dostlar da burada deməli biz new PDL və bunun geometriyonu dəyişək olsun deməli 255'in deməli 155'in 280 olsun. 280 və global sxemasında dəyişək, no qoyaq. Və gəlin bunu save eləyək. Əsas deməli bunu save eləyək. Bu olsun bizim pump'ın və adını qoyaq pump faceplate. Save. Və bura birinci statik text əlavə eləyək. Və burada birinci deməli bizdə olacaq power. Yəni qoşulub yoxsa yox. Əslində gərginliyi də qoya bilərik adın. Amma ev yox qalsın. İki dənədir, bir dənədir. Bunu da az açdım. Belə. Və kopya eləyək bunu. Yəni duplicate eləyək. Duplicate. Və bunu da duplicate eləyək. Və power'da bizdə nə olacaq? Qoşulub, yəni power oku eləyək və burada olsun status və bizdə statusda nə ola bilər? Fault ola bilər, fault yazaq, fault failed olar, olsun fault. Deməli okun yaşıl seçəcək, tak bir dəqiqə bunu dəyişməliyim. Və fault bizdə qırmızı olsun və bunun deməli font center və bu oku da çəkək center'a və bunu da center eləyək. Gəlin bunlar üçün də onu düzəldək. Belki rəngini dəyişməyək, sadəcə ortaya çəkəcək bunu. Center və power'ı da eyni çəkək. Və burada deməli biz button əlavə eləyək. Button olsun ve bizim 10 button olsun. Basaq. Biraz balaca açdıraq bunu. Sonra böyüdək, hamısını lazım gəlsə. Və bunu kopya eləyək. Paste. Və bu olsun bizdə custom yox. Configuration dialog. Bu olsun bizdə off button. Gəlin bunun rəngini dəyişək dostlar, fault tool verək, sarı tərəf. Deməli bu 10 bizdə olsun qırmızı, off da olsun yaşıl rəngdə. Bəlkə burada bir məsələ var, deməli global sxemi dəyişək. İndi bunu eləyək. Deməli qırmızı və bu olacaq bizdə yaşıl rəngdə. Və bunlar duplicate eləyək.
aşağı. Və deməli 10 bizdə olsun. Test olsun bizdə. Və off da bizdə olsun. Sadəcə olsun. Off da bizdə olsun. Reset alarm olsun da. Alarm reset və alarm trip reset olsun. Trip reset. Və bir də ki, bu pəncərəni bağlamaq üçün bir dənə də düymə qoyaq bura. Bu olacaq bizdə bağla pəncərəsi. Deməli, bağla. Bağla. Burada Azərbaycan dili kimi yaza bilirik. Artıq yazaq belə. Mən bunu böyüdək. Yine qaçır eləmiş ki yaxşı, gəlin bax, bunu biraz böyüdüm belə. Baxaq, hamısını seçsək nə olacaq bizə. Tamam, biraz daha yaxşı oldu. Əsas odur ki, bunun yerini qaçırmayaq indi. Baxım göründüm, avtomatik düzəldəcək özü. Belə düzəltdi. Biraz aşağı salarıq və bunlarda da eyni məsələdir. Bunu biraz böyüdək. Yox, biraz da aşağı getməlidir. Olsun belə. Və bugünkü dərsimiz bu qədər dostlar. Növbəti dərsdə biz artıq bunun məntiqini çalışacağıq, quraq. Biraz belə düzəldək bunu. Məncə sərgəli olanda daha yaxşı olur. Tamam, bunu da artıq böyüdə bilərik. Və bunu save eləyək. Dostlar, təşəkkür edirəm hamınıza. Növbəti dərsdə görüşənədək. Növbəti dərsdə dediyim kimi artıq bu məntiqini qurmağa başlayacağıq. Save edeyim korekti. Dərs xoşunuza gəldisə like qoyun və kanala abunə olmağı yaddan çıxartmayın. Və bir də dediyim kimi kimdə Yokogawa yaxud da bu Simatic Manager yoxdursa, yaxud da kimsə əlavə olaraq hansısa bir platformanı qaldırmaq istəyir, məsəl üçün olsun TIA portalın özü, yaxud da başqa elektriklər üçün lazım olan bir proqram vardır. İstəsə, Yantasko.az saytına müraciət eləsin, biz onlar üçün virtual maşın qaldıracağıq və remote olaraq, yəni evdən, işdən, telefondan fərqi yoxdur, onu istifadə edə biləcək. Çox sağ olun, təşəkkür edirəm dostlar.